Bu videoda Liv Banadeya Hospitalının uzman həkim fizioterapevti Zöhrə Həşimova çiyin ağrılarının müxtəlif səbəbləri və onların funksional nəticələrini izah edir. Mühazirədə inyeksiyon kollagen tibbi vasitələrinin reabilitasiya prosesində hansı şəkildə istifadə oluna biləcəyi, həmçinin fiziki terapiya ilə inteqrasiya olunmuş müalicə yanaşmalarının nümunələri vurğulayıb. Mən bugün bu mövzunun, yəni konferansın mövzularından biri olan və bizim praktikamızda çox rast gəldiyimiz çiyin xəstəlikləri və çiyin xəstəliklərində fizioterapiyanın eyni zamanda da kollagen müalicəsinin rolu haqqında danışacağam. Çiyin oynağı bədənin ən hərəkətli oynaqlarından birisidir və bu oynaq çox hərəkətlidir və bu rəsmdən də gördüyümüz kimi çox böyük bir oynaq hərəkət açıqlığı var çiyin oynağının. 180 dərəcə fleksiya bucağı var, 45-60 dərəcə ekstansiyon, abduksiyon 180 dərəcə, eksternar və internar rotasiyaları da 90 dərəcəyə qədər gəlir, çatır. Və çiyin oynağı əslində quruluş olaraq qalça oynağına çox bənzəyən bir oynaq olmasına baxmayaraq, biz qalça zədələnmələrini çiyin oynağındakı olan zədələnmələr qədər çox yaygın görmürük. Burada iki əsas faktor var. Birincisi, qalça çevrəsi əzələlərinin çox köklü, çox inkişaf etmiş və güclü əzələlər olması. İkinci faktor isə çiyin oynağının yəni humerus başının sadəcə 35%-nin oynaq çuxuru ilə təmasda olması. Burada da ikisi arasında müqayisəni görə bilərik. Çiyin oynağının əsas hərəkətini təmin edən əzələləri görürük biz bu slaydda. Bu əzələlər oynağı stabilizə edirlər, hərəkətləri təmin edirlər və skapuladan başlayıb humerusa bağlanırlar və bunlar məşhur sit deyə təsnifat etdiyimiz supraspinatus, infraspinatus, teres minor və subscapularis əzələləridir. Yerləşməsi rəsmdə gördüyümüz kimi idi. Bəs çiyində ən çox rast gəldiyimiz xəstəliklər hansıdır? Burada subakromial sıxışma sendromu, digər adı impingement olaraq bilinən xəstəlikdir. Rotator manşet yırtıqları, yəni az öncə bəhs etdiyimiz supraspinatus, infraspinatus, teres minor və subscapular əzələlərdən birinin yırtığı ki, praktikdə və yəni təcrübədə ən çox rast gələn supraspinatus əzələsinin yırtığıdır və tendinopatiyalar tendinit, tendinozis şəklində və bütün bu yuxarıdakı xəstəliklər müalicə olunmursa əgər, çünki bu xəstəliklər oynaq hərəkət açıqlığının məhdudiyyətinə səbəbiyyət verir və oynaq hərəkət açıqlığının qalıcı məhdud olması da frozen shoulder və yaxud donuq çiyin dediyimiz bir patoloji halla nəticələnə bilir ki, onu artıq həll eləmək və açmaq çox çətindir praktikdə. Yenə rotator manşet patologiyalarından impingement ən çox rastlaşdığımızdır. Çünki bizim ən böyük əslində xəstə populyasiyamız həm də cavanlar, idmançılar, aktiv həyat tərzi ilə məşğul olan insanlardır. Bu nə olur? Rotator manşet tendonlarının akromiyonun altında tuberculum majus və humerus başı arasında sıxışması nəticəsində olur. Özəlliklə də anatomik olaraq tip 3 akromiyona sahib olan insanlarda bunu çox yaygın görürük. Akromiyon tiplərini iləriki slaydlarda göstərəcəyik. Sonraki mərhələ tendinitdir. Yəni öncə impingement olur. Daima travmaya, xronik travmaya məruz qalan bir əzələ və tendon sonra tendinitlə bir sonraki mərhələsində tendinitə dönüşür və bu nə olur? Yenə yəni daimi davam edən overuse, yəni normaldan çox hərəkət eləmək, çiyini zorlamaq, travma və yükləməyə bağlı sıxlıqla impingement nəticəsində olur. Baş üstü aktivitələrdə görürük və idmançılarda görürük. Üçüncü isə, yəni bu da müalicə edilmədikdə və yüklənmə davam etdiyi zaman artıq əzələlərin yırtılması baş verir və bunların yırtığın əslində səbəbləri çoxdur. Tendinit, tendinozus yırtıq sıralaması ilə ola bilər, yaxud da ani kəskin travma nəticəsində ola bilər. Biz yırtığı ən çox supraspinatus, az öncə də bəhs etdim, tendonunda görürük, çünki qanlanma sahəsinə olaraq damarsal perfuziyasına görə ən az damarlanan əzələ məhz supraspinatus əzələsidir. Yaşlılarda daha sıx görürük, çünki onlarda degenerasiya olur, əzələ kütləsi, vətər kütləsi onsuz da tendinozisə, degenerativ dəyişikliklərə baş verdiyi üçün yaşlılarda yırtıq, yəni fiziki yüklənməyə bağlı olmadan da görülə bilir, yəni minor travmaya bağlı da görülə bilir. Yəni gənc yaşlı xəstələrdə isə daha çox major travma sonrası olur və Azərbaycanda idman
zədələnmələrini biz çox görürük. Yəni özəlliklə trenajyorlarda kontrolsüz şəkildə ağırlıq idmanlarla məşğul olan xəstə insanlarda bu tipli zədələnmələr isinmədən idmana başlamaq, o mərhələləri düzgün idarə etmədiyi zaman bu tipli yırtıqlara çox rast gəlinir cavan populyasiyada da. Deməli, necə şikayətləri olur? Bu gerçəkdən çiyin ağrısı çox istirab verici, daimi olan və getdikcə progresivləşən bir ağrıdır. Hansı ki, bu ağrı səbəbilə insanlar qolunu istifadə edə bilmir, qolunun funksionallığı itir. Özəlliklə qolu qaldırıb və rotasiya hərəkətləri çox ağrılı olur. Hərəkət bucağı məhdudlaşır və gecə ağrısı ən önəmli faktordur. Bu xəstələrdə bəzən gecə ağrısı yuxunu belə poza bilir. Subakromial sıxışma sendromu dedik. Burada MR görüntüsü olaraq anlamamız üçün bir şəkil paylaşdım. Deməli, humerus başı, bu gördüyümüz humerusun başıdır və akromiyan ilə korakoakromial, bu akromiyan və korakoid çıxıntının arasında bir oynaq var. Bura korakoakromial oynaq deyirik. Bu oynağın tam humerus başı ilə arasından, UZI-də biz bunu təkər şəklində görürük ultrasonda. Təkər əlaməti deyirik biz buna. Burada supraspinatus əzələsidir gördüyümüz böyük və bu əzələnin burada sıxışması, yəni abduksiyon hərəkəti zamanı bu əzələnin sıxışması müşahidə olunur və uzun müddətli impingement, daimi xronik davam edən sıxışma da tendinoz və iləriki dönəmdə yırtılma ilə nəticələnir və burada biz görürük ki, rəsmdə tam qat yırtıq var. Yəni buradan etibarən yırtılıb əzələ. Necə olur ağrı meydana çıxır? Yəni az öncə göstərdiyimiz rəsmdəki kimi akromion, akromionun altında subakromial bursa, bazuk sümüyü humerus və supraspinatus tendonu və abduksiyon hərəkətində qolu bu şəkildə qaldırmaq istəyəndə o aradakı məsafə kiçilir və impingementə səbəb olur. Və az öncə dediyim kimi xəstəliyin ardıcılığı bu şəkildə olur. Öncə bu birinci gördüyümüz şəkil normal bir əzələ və oynaqdır. İkincidə hani sıxışma davam etdiyi zaman, qolun o travmatizə edən hərəkətlərinə davam etdiyi zaman öncə ödem olur. Toxumada ödem, maye artışı, iltihab artışı olur. Takibən onu davam edərkən bu xronik travmaya məruz qalan supraspinatus tendonunda fibrozis və tendinit olur və əgər müalicə olunmazsa və yəni davam edərsə eyni şəkildə, eyni zamanda yaşlanmaya bağlı degenerasiyada osteofit əmələ gəlməsi də müşahidə olunduğu üçün sümüklərdə osteofitin də və əzələnin zəifləməsində yardımı ilə əzələdə bu şəkildə yırtıq olur ki, o yırtığı da tam qat və yarım parsial yırtıq olaraq təsnif edirik. Az öncə akromiyonun tipləri dedik. Bu lazer işləmir. Akromiyonun tipləri dedik. Nədir akromiyonun tipi? Yəni anatomik olaraq insanlarda tip 1, 2 və 3 növ akromiyon olur. Təbii ki, tip 1 akromiyonu olan insanlar şanslıdırlar. Çünki onlarda impingement və rotator kaf xəstəliklərin əmələ gəlmə nisbəti digərlərinə görə daha azdır. O nədən söhbət gedir? Məhz bu birinci şəkildə oxla gördüyümüz yerdə akromiyonun ucunun meylindən gedir. Yəni tip 1-də bu düz bir şəkildədir, tip 2-də və 3-də isə hissəvi olaraq dimdik şəklində önə doğru çıxıb və burada gördüyümüz sıxışmaya, həyata keçirməyə müsait olur. Yəni tip 2 və 3 akromiyon varsa bir insanda, onda çiyində xəstəliyin olma ehtimalı daha da artır. Bəs müalicəsində nələr daxildir? Müalicəsi təbii ki, birinci bütün müalicə protokollarında həmişə xəstəni bilgiləndirmək, onu məlumatlandırmaq və qorumaq. Yəni bizim tibbdə əsas məqsədimiz öncə zərər verməməkdir. Yəni bu Hipokrat dönəmindən bu şəkildədir. Biz öncə xəstəni bilgiləndirib və həm xəstəni qorumaq adına, həm də onu özünü qorumaq adına maarifləndirməliyik. İkinci isə ağrı və inflamasiyanı azaltmaq. Buna konservativ müalicə daxildir, fizioterapevtik, fiziki agentlərlə, fiziki amillərlə fizioterapiya proseduralar daxildir və üçüncü mərhələdə injeksiyalar daxildir. Əgər bunlar da uğursuz olursa, əməliyyat indikasiyası ortaya çıxır.
Müalicə idmanın məhdud çiyinin açılmasında, tam oynaq hərəkət açıqlığının bərpasında çox böyük faydası var. Özəlliklə skapulotorasik və rotator manşet əzələ qruplarını gücləndirmənin çox əhəmiyyəti var. Nədən qaçınmalıyıq? Yəni, əgər birisində rotator əzələdə sıxışma sendromu varsa, hani az öncə dediyimiz kimi bunu travmaya davam edərsə yırtığa doğru gedə bilər. Bəs nədən ehtiyat etməlidir bu xəstələr? Baş üstü, yəni başı qaldıran və abduksiyon eləyən hərəkətlərdən uzaq durmaq lazımdır. Ağır qaldırmaqdan qorumaq lazımdır bu xəstələri. Yatarkən 30 dərəcə abduksiyada olacaq şəkildə qoltuq altına yastıq qoyulması və o tərəf üzərinə kəsinliklə yatmamaq məsləhətdir. Aktiv istirahət simptomları artıran aktivitələrdən qaçınmaq məsləhət görülür. Fizioterapevtik prosedurlar olaraq sübuta yetirilmiş prosedurlar arasında zərbə dalğa, tens, interferensial axımlar, lazer, ultrasəs fonoforez, ionotoforez, maqnit kimi alətlərdən, fiziki amillərdən istifadə edə bilirik. Bu, rotator kaf xəstəliklərinin müalicə qayıdı, yəni müalicə protokoludur, elmi olaraq sübuta yetirilmiş ki, bunun üzərindən əslində biz də ilərləməliyik. Birinci mərhələdə deyilir ki, kimə əməliyyat etmirik, yəni kimə istəyərək əməliyyat etmirik, yəni əməliyyata ehtiyac olmayan xəstələr. Burada isə deyir ki, əməliyyata ehtiyac olsa belə əməliyyat edə bilməyəcəyimiz xəstələr. Əməliyyata ehtiyac olmayan xəstələr kimdir? Tendinopatilərdir, yəni burada heç bir yırtıq yoxdur, sadəcə tendonun zədələnməsi var. Bunu yenə az öncəki müalicə metodları ilə müalicə etmək lazımdır. Parsial hissəvi çox nazik yırtıqlardır, hansı ki 1 santimetrdən daha nazikdir incə yırtıqlar. Kimlərdə biz əməliyyatı, yəni fizioterapiyanı çox yoxlamadan xəstələri biz direkt əməliyyata yönləndiririk. Bunlar bütün tam qat yırtıqlar, hansı ki 1 santimetrdən daha qalın və bütün əzələnin yırtılması ilə nəticələnən travmalar sonrası və xronik olaraq yaşı 65-dən aşağı olan və xronik olaraq illərdir fizioterapiyalar, iynələr və digər müalicələrə rəğmən fayda görməyən xəstələrdə artıq əməliyyat qərarı verə bilirik. İnop xəstələr hansılardır? Bunlar bütün xronik yırtığı olan 65 yaşın üstündə xəstələr və tam qat yırtığı olan, amma gec qalınmış xəstələr, hansı ki artıq orada liflər hamısı retraksiyaya uğrayıb və yapışdırılacaq bir vətər, yapışdırılacaq bir əzələ qalmadığı üçün bu xəstələr əməliyyata göstəriş olmur. 65 yaşın üstündə də yenə yırtıq tam qat belə olsa əməliyyata yəni əməliyyat məsləhət görülmür. Niyə? Çünki yəni burada əsas məqsəd xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq, ağrısını azaltmaq və günlük yaşam aktivliyində ona kömək eləmək. Yəni çünki 65 yaşın üstündə bir xəstədən onsuz da ağırlıq qaldıran idman eləmək, təbii ki bu həm də eyni zamanda bizim coğrafiyaya da aiddir. Ağırlıq qaldıran idman eləmək, çox ağır daşımaq və yaxud əgər məsləki olaraq bir voleybolçu, bir tenisçi deyilsə, gözlənilmədiyi üçün o xəstələrdə əməliyyat məsləhət görülmür, çünki əməliyyatın nəticələri uğurlu olmur. Oradakı sarkopeniya və digər problemlər səbəbilə. Reabilitasiyanın təməl hədəfi nədir? Altda yatan patologiyadan asılı olmayaraq çiyinin funksionallığını bərpa etmək və xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq, aktivliyinə geri göndərmək. Kohrein dərləməsində yəni hansı fizioterapevtik agentləri, hansı aparatlardan istifadənin necə etkili olduğu haqqında bir neçə slayd paylaşacağım. Ultrason bizim ən çox məşhur olan aparatlarımızdan biridir və həftədə 0,89 MHz tezlikdə 2,5 Watt/cm² intensitədə 15 dəqiqə, həftədə 3-5 dəfə olmaqla 6 həftə və yaxud həftədə 2 dəfə olmaqla 4 həftə yoxlanılıb. Yəni bu dərləmədə ən çox istifadə texnikası bu şəkildədir, bu Kohrein dərləməsinin nəticəsində və baxıblar ki, nəticə olaraq 4-cü həftədə plasebodan fərqli olmasa da 6-cı həftədə plasebodan daha təsirli çıxıb. Yəni uzun dönəm nəticələri puls ultrasonun faydalı olaraq tapılıb. Ondan sonra lazer müalicəsi, burada yenə 904 nanometr dalğa uzunluğunda, 10 watt gücdə, 4000 Hz tezlikdə 5 dəqiqə həftədə 3 dəfə
2 həftə boyunca davam edilən müalicə nəticəsində 3 həftəyə qədər müsbət təsir əldə ediblər ağrıda, funksiyada və aktiv oynaq hərəkət açıqlığında və gücdə. Digər fizioterapiya proseduraları ilə birlikdə istifadə az da olsa əlavə fayda var. Yəni kombinə etdiyimizdə digər aparatlarla daha yaxşı nəticə əldə edə bilirik. Bir sonraki yenə çox populyar olan TENS aparatımız, transkutanol elektriksel stimulyasiya aparatı, ağrı üzərində plasebodan daha təsirlidir. Zaten bu fizioterapiyanın ən güvənliyi, ən sevdiyi aparatlardan biridir, olmazsa olmazlardandır. Kalsifik tendinitdə təsiri zərbə dalğadan daha aşağıdır. Çünki kalsifik tendinit tamamilə mexaniki bir prosesdir. Hani frozen shoulder-a səbəb olan, yəni tamamilə çiyinin artıq orada kalsifikasiya oynağın içərisində sümük toxumasına əmələ gəlməsidir. Həm tendonların, həm oradakı digər vətərlərin sümükləşməsi nəticəsində, kalsifikasiyası nəticəsində olan çox sevmədiyimiz bir vəziyyətdir. Müalicəsi də çox çətindir. Maqnit plasebodan müqayisədə, yəni düşük aşağı dozalı maqnitin plasebo ilə müqayisədə bir faydası aşkar edilməyib, amma hal-hazırda bu dərləmədə olmayan çox yüksək superinduktiv maqnit kimi aparatlar var. Bunlar haqqında isə çalışmalar üzgüldürücüdür. Biri digərinə görə sualının cavabı isə mikrodalğa diatermiya TENS ultrason birlikdəliyindən daha faydalı olduğu sübut edilib bu dərləmənin nəticəsinə görə. High lazer, yəni yüksək yoğunluqlu, yüksək sıxlıqlı lazer yenə TENS və ultrason birlikdəliyindən daha faydalı olduğu aşkar edilib bu nəticəyə görə. Çiyin, yəni fizioterapiya xəstə gəldi, qeyri-steroid dərmanlarını başladıq, buz uygulamasını, topikal müalicəsini başladıq, idmanlarını verdik, fizioterapevtik agentlərlə proseduralarını verdik və xəstəmiz fayda görmədi, ağrısı davam edir. Nə edirik? O zaman keçirik ikinci mərhələyə, iynə müalicəsinə artıq qədəm keçirik və protokolda xəstəliyin müalicə protokollarına baxdığımız zaman sübuta yetirilmiş müalicəsi iynə müalicələri arasında birinci yerdə kortizon iynələri gəlir, subakromial kortizon injeksiyaları. İkinci yerdə özəlliklə yaşlı və degenerasiyası olan, yəni oynaqda kirəçlənmə, artrozu olan xəstələrdə hialuron turşusu injeksiyaları gəlir. Üçüncü yerdə isə platelet rich plazma gəlir. Kollagen müalicəsi hal-hazırda beynəlxalq, yəni gold standart müalicələrə daxil olmasa da, hal-hazırda o kök hüceyrə və digər regenerativ müalicələr kimi bu yəni rəğbət bəslənilən müalicələrdən birisidir və uzun dönəm təbii ki bir şeyin protokola və müalicəyə düşməsi üçün uzun dönəm çalışmalara ehtiyacı var və həqiqətən də artıq literaturada çoxlu çalışmalar var kollagen haqqında və son zamanlarda çox populyardır. Son zamanlarda tətbiq olunur, tendonun sağalmasını və struktural integritesini yaxşılaşdırır, rotator kaf tendinopatiyalarında, əzələ yırtıqlarında təbii sağalma prosesini sürətləndirir. İnyeksiya digər oynaq inyeksiyaları ilə birlikdə kombinə tətbiq edilə bilər. Zaten az öncə professor da qeyd elədi onları. Çalışmalar fizioterapiya ilə paralel təbii ki daha effektiv nəticələr göstərir. Yəni fayda görmədiksə kəsmirik, davam edib eyni zamanda iynəni də əlavə edirik müalicəmizə. Amma təbii ki gələcək araşdırmalara ehtiyac var. Neyniyir? Təsir mexanizması kollagen metabolizmasına pozitiv təsir edir, hüceyrə stimulyasiyasına səbəb olur. Daxil etdiyimiz kollagen tenositlərin, yəni tendon hüceyrələrinin bazalında olan hüceyrələrin çoxalmasına və onların tendona çevrilməsi üçün toxuma təmirini təşviq edir və ətraf mühiti ona uyğunlaşdırır. Bioloji sağalmanı yaxşılaşdırır, bədənin natural sağalma mexanizmlərini gücləndirir və dolayısıyla zədələnmiş tendon və əzələ yatağının sağalmasını sürətləndirir. Biraz ədəbiyyata baxaq, görək sübuta yetirilmiş, yəni biz onsuz da heç bir müalicədə, bireysel olaraq, tək olaraq hansı müalicədə nə qədər fayda görsək də biz beynəlxalq protokollara və sübuta yetirilmiş tibbə dayanmaq məcburiyyətindəyik. Çünki həmişə istər hüquqi olaraq, istər xəstəyə zərər verməmək adına alimlərin dünyanın hərə öz ixtisasında öz textbooklarının, öz dərnəklərinin qəbul etdiyi müalicələri tətbiq etməyə yükümlüyük. Yəni etik olaraq, etik həkimlər bunu etməyə məcburdular. Və ona görə literaturda görə kollagen haqqında nədən bəhs edirlər? Kollagen
bir literatur var, hansı ki bu literaturu bir sistematik review var, hansı ki bu review'nu əmələ gətirmək üçün əslində 300-dən çox bir çalışmanı cəlb ediblər. Yəni 300-dən çox çalışma üzərində seçiblər. İçərisində kollagen iynəsi gedən bütün çalışmaları götürüblər və onların içərisində ekarte eləyə 8 çalışma qalıb. İndi niyə ekarte olunub onu da deyəcəm. 8 çalışma qalıb və bu 8 çalışmanı baxıblar görək ki, çiyin xəstəliklərində, rotator kaf xəstəliklərində kollagen iynələrinin necə bir faydası var və çox çalışma olduğu üçün, çox rəngarəng bir çalışma olduğu üçün, minlərlə xəstənin nəticələri olduğu üçün burada kollagenin tiplərinə ayırtmayıblar, hansı tip, hansı firma və ümumi olaraq kollagen müalicəsinin effektivliyini yoxlayıblar və bütün müalicələrdə, yəni statistik olaraq anlamlı nəticədə o çıxıb ki, rotator kaf xəstəliklərində gerçəkdən kollagen müalicəsi ağrıda və funksiyanın artırılmasında, tendon strukturunun bərpasında, özəlliklə də parsial yırtıqlarda, yəni yarım yırtıqlarda və tendinopatiyalarda çox fayda göstərib və amma yenə də bu çalışma da deyir ki, hələ bunları beynəlxalq protokollara daxil edə bilməyimiz üçün yüksək keyfiyyətli və uzun müddətli takibli, yəni 3 həftə, 6 həftə, sonra 3 il, 5 il, 10 il uzun müddət takibli məqalələrə və çalışmalara ehtiyacımız var. Yəni bu araşdırılma aşamasındadır. Az öncə dedim 300-ə qədər çalışma götürülüb PubMed və Scopus databazasından. Sonra identifiyə edib geriyə 8-i qalıb. Burada eləmə kriterlərinə nələr daxildir? Yəni biri məsələn case report olub, onu uyğun görməyiblər, güclü görməyiblər. Heyvan çalışması olub, biri güclü görməyiblər. Birində kollagen başqa steroidlə, PRP ilə, hyaluron turşusu ilə və s. kombinə olduğu üçün, bu da tək başına kollagenin keyfiyyətini, yəni faydasını ortaya qoymayacağı üçün bu çalışmaları çıxardıblar sistematik review'dan və geriyə həmin o 8 çalışma qalıb və bu da göstərir ki, əslində gerçəkdən 300 çalışma arasında eləyə 8 saxlayıblarsa, gerçəkdən gözəl bir çalışmadır bu məqalə. Təbii ki, bütün bu müalicələrdə idman müalicəsi də paralel olaraq gedilməsi məsləhət görülüb həmin o protokol, yəni həmin o çalışmada, bütün o 300 çalışmanın 300-ündə də idmanda bərabərində gedib. Amma burada da yenə kollagenin tipləri ayırt edilmədiyi kimi hansı kollagen növü, burada da eyni şəkildə bəzi çalışmalar progressiv stretch idmanlarına üstünlük verib və arxa kapsulyar gərməyə üstünlük verib. Bəziləri sadəcə pasiv roma üstünlük verib və yenə gərmə idmanlarına. Bəziləri ağrısız, ağrını təşviq etməyəcək dərəcədə rom idmanına əhəmiyyət verib, postural idmanlara əhəmiyyət verib və skapulyar stabilizasiya idmanlarına əhəmiyyət verib. Bəzi qrupu isə əməliyyatdan sonra 6 həftə immobilizator brace ilə immobilizə edilən xəstələrdə 6 həftə sonra aktiv asistiv rom idmanları ilə paralel gedib. Yəni idmanda da konkret bir hansını mütləq etməliyik deyə bir protokol yoxdur. Digər literatur bilgisinə baxaq. Burada bu dərləmə deyil, sistematik review deyil, çalışmadır, məqalədir. 71 xəstə üzərində ortalama yaşları isə 53 plus minus 10 təxminən olan xəstələr götürüb. Burada düzdür, firma olaraq başqa növ kollagendir, amma mən kollagen axtardığım üçün bu çalışmanı da qoydum. Yəni sonuçta aralarında ciddi bir fərq yoxdur. Və burada əsas dəyərləndirmə kriteriyası VAS, yəni vizual analog skala dediyimiz, biz xəstələrin ağrı ölçümünü soruşduğumuz test üzərindən dəyərləndirilib, eyni zamanda hərəkətdə VAS, gecə yuxudaykən ağrının şiddəti və istirahətdə ağrının şiddəti yoxlanılıb və pasiyent məmnuniyyəti yoxlanılıb. 1 aylıq və 6 aylıq iynədən sonraki, iynə zamanı, iynədən 1 ay sonra, 6 ay sonraki nəticələr müqayisə edilib və bütün nəticələrdə özəlliklə də VAS-ın istirahət və gecə ağrısında 71% effekt statistik olaraq anlamlı aşkarlanıb, 91-87% statistik anlamlı olaraq isə çiyin testlərində və oynaq hərəkət
açıqlığının inkişafında anlamlı nəticələr ortaya çıxıb və ən yaxşı əslində əlimizi gücləndirən nəticə odur ki, əks təsir, yan təsir görülməyib heç bir xəstədə, yəni ağırlaşma olmayıb. Az öncə zaldan belə bir sual gəlmişdi, yəni hialuronla kombinasyonu yoxlanılıbmı və s. Mən də belə bir maraqlı çalışma gördüm. Kollagen və kollagenin tək başına PRP ilə birlikdə və PRP-nin tək başına olan bir çalışması müqayisə edilib və nəticə, burada da çox maraqlı nəticədir, əslində mən belə nəticə gözləmirdim. Nəticə bu şəkildə çıxıb ki, hər üç qrup arasında fərq saptanmayıb. Hər üçündə də, yəni kollagen tək olunca da faydalı olur, PRP ilə kollagen kombinasiyası zamanı da faydalı olub və tək başına PRP olunca da faydalı olub. Buradan da belə bir nəticə çıxır ki, əslində önəmli olan xəstəni anlamaq, başa düşmək, ona toxunmaq və onu şəfalandırmağa çalışmaqdır. İçəriyə vurduğumuz maddədən əslində çox, yəni aralarında çox ciddi fərq yoxdur. Sadəcə biz tibbi olaraq cost-effektiv getməliyik, həmişə ucuzdan daha bahalı müalicəyə görə getməliyik. Keyfiyyətli bir PRP mənim fikrimə görə Azərbaycanda bahalıdır. Yəni hansı ki, adi qan tüplərinə alınan otaq şəraitində PRP yox. Yəni dünyada normalda PRP-lərin özəl kitləri var və bunların da 30-40 dollar qədər qiyməti var. O PRP-lərlə istifadə olunmaqdansa, mən məsələn öz praktikamda kollageni daha üstün tuturam, çünki kollagenə ulaşmaq daha ucuzdur. İndi sizinlə 2 case xəstə paylaşmaq istəyirəm. Xəstələrimdən birisi 61 yaşında qadın xəstə idi. Özü riyaziyyat və fizika müəlliməsi və hazırlıq, yəni repetitor idi. Çox bütün günü tələbələrlə lövhədə bir şeylər yazan birisi idi və çox şiddətli sağ çiyin ağrısı var idi. Hətta vası 8-ə qədər, yəni 10 üzərindən 8-ə qədər gedib çıxırdı. Çiyində hərəkət məhdudiyyəti var idi. Xəstə ağrı səbəbilə 45 dərəcədən çox abduksiya eləyə bilmirdi. Ümumiyyətlə demək olar ki, qolunu tərpədə bilmirdi. Və əsas burada məsələn fizioterapiya, iynə, müalicə və s. yəni eləmədən direkt iynə müalicəsinə keçməyimizin səbəbi nədir? Çünki xəstə bir ay öncə keçirilmiş nekrotizan pankreatit xəstəliyi var idi. Xəstənin daha öncədən təqib etdiyimiz xəstə idi əslində. Fibromiyalgiya və s. səbəbi ilə duloxetin tərzində SNRI tərkibli dərmanlar, yəni D vitaminini və s. vitamin təqviyələri istifadə edirik. Amma nekrotizan pankreatit keçirdiyi üçün xəstə bütün medikal müalicəsini kəsdi. Yəni qadın yeməyi belə yeyə bilmirdi də. Yəni sadəcə soyutma şəklində qidalanırdı. Ona görə heç bir kimyasalı daxil edə bilmirdik onun bədəninə və supraspinatusda tam qat yırtığı var idi MRT nəticəsinə görə. Oynaq da çox şiddətli bir şəkildə ödemli idi və buna mən yəni çarəsiz qaldıq. Buna nə edə bilərik? Fizioterapiya agentlərini də təbii ki, istifadə elədik 15 gün, amma fayda görmədi, ağrı azalmadı, heç bir təsiri olmadı. Ona oral konservativ müalicə verilə bilmədi nekrotizan pankreatit xəstəliyinə görə. Əlimizdən gələn topikal olaraq gündə 3 dəfə buz tətbiqi oldu və həftədə bir dəfə toplam 6 həftə qunanın shoulder və tissue növlərinin subakromial və coadal yöntəmi ilə iynəsini həyata keçirdim. Xəstəyə də bilgi verdim ki, fayda görməyə də bilərsiniz. Əlimdə bu var. Başqa seçimim yoxdur sizə kömək eləmək üçün. İlk 3 dozda da xəstənin ağrısı artdı. Yəni heç bir fayda görmürdü. Hətta ağlayırdı xəstə. Ağrım çox artdı deyə. 4-cü həftədə artıq gəlincə üzü gülərək gəldi. Artıq şagirdlərimi təkrar bərpa etmişəm. Lövhəmdə yaza bilirəm. Hərəkətləri tama yaxın bərpası görüldü. Uzun dönəm nəticəsi nə oldu? Bu xəstə təxminən 1 il əvvəl olan xəstədir. Hələ də təqib edirəm onu. Uzun dönəm nəticəsində xəstənin 6 həftəlik oynaq daxili müalicə tətbiqinin 3 ay sonraki kontrolündə ağrı təkrar başladı. Xəstənin ifadəsinə görə eyni qədər şiddətli deyildi, daha az idi, onun təxminən 50% qədər idi, amma yenə də qolumu qaldırmaqda, tələbələrimlə məşğul olmaqda mənim həyat keyfiyyətimi pozur və mən yenə imtahan qabağıdır, tələbələrimi ala bilmirəm deyib ağlayaraq xəstə təkrar yaxınlaşdı və ona bu zaman ayda bir dəfə olacaq şəkildə injeksiya elədik. Niyə ayda bir dəfə olaraq davam elədim? Bir dozunu vurdum, xəstə dedi ki, keçən dəfə vuranda da ilk dozlarda mənim ağrım çox şiddətlənmişdi.
birini vuraq, yoxlayaq və qəribə bir şəkildə birinci dozanı vurduq, yəni birinci dozanı vurduqdan sonra xəstənin ağrısı tamamilə azaldı, amma ondan bu yana xəstə hər ay bir dəfə bu iynəni gəlib vurdurur. Yəni biraz ağrısının artdığını hiss elədiyi zaman gəlir ki, doktor, iynəmin vaxtı çatıb vurun. 6 aydır, yəni ilk şeydən sonra, ya ayda biri keçməyə başlayandan sonra 6 aydır təqibdədir və ağrı geriliyib, hal-hazırda normal həyatına davam edir xəstə. İkinci xəstə, bu da şəhər xaricindən gələn bir xəstədir. Fizioterapiyaya vaxtı yoxdur, heç bir şey vaxtı yoxdur. Gəlib ki, mənim ağrım var və məni rahatlat. 58 yaşında ağır fiziki işlə məşğul olan kişidir. 4 ildir davam edən sol çiyin ağrısı var. İstirahətdə vası 4, hərəkət zamanı 5-dir, amma hərəkət məhdudiyyəti də var çiyində və xronik tendinit əlamətləri var. Yəni bu tendinit bir gün yırtığa gedəcək və əslində az öncə dediyimiz kimi xronik əgər davam edirsə bu xəstənin əməliyyata getməsi lazımdır. Çünki 65 yaşın altında bir xəstədir. Müalicəsində fizioterapiya edə bilmədik, sadəcə yəni vaxtı yoxdur xəstənin, imkanı yoxdur qalmağa. Kodman, dorzal kapsul gərmə, izometrik gücləndirmə idmanları verilib. Oral kontraseptiv istifadə etmək istəmədi, mədəm rahatsızdır dedi. Topikal olaraq yenə buz tətbiqi verdik və buna yenə eyni şəkildə quna çiyin və betametazon 1 ml subakromial injeksiyası kombinasiyasını subakromial olaraq, quadlı isə emli tişu ilə həyata keçirdik. Burada hətta onun uygulama videosu da var. Burada istifadə elədiyim dərmanlar. Burada subakromial öncə kollageni veririk. Sonra steroidi veririk. Sonra da nevral terapiya dediyimiz tamamlayıcı tibbin bir növü var. Onun da quadl deyə bir alt tipi var. Mən bunu Türkiyədəki hocalarımdan öyrənmişəm. Onu uyguladım. Bu dermatomal olaraq həyata keçirdiyimizdə çox fayda görür. İnsulin enjektoru ilə də onu həyata keçirdik. Mən təşəkkür edirəm diqqətiniz üçün və hər kəsə arzu edirəm ki, çiynimizdəki yüklər az olsun və ağrımıza səbəb olmasın. Təşəkkürlər təkrar.